Mən Namiq Xanəliyev 1972-ci ildə Zərdab rayonunun Alcanlı kəndində anadan olmuşam. Alcanlı kənd orta məktəbində təhsil aldım. 91-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırıldım. Sovet dövləti dağıldıqdan sonra 92-ci ilin avqust ayından milli orduda hərbi xidmətə başladım. 706 saylı hərbi hissənin tərkibində Qubadlı rayonunda torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Hissəmiz 92-ci ilin avqust-sentyabr aylarında təşkil edilmiş Qubadlının müdafiəsində iştirak etmişdir. 1993-cü ilin yay aylarında ermənilər ölkəmizdə baş verən qarışıqlıqdan istifadə edərək böyük qüvvə ilə Qubadlı istiqamətində hücuma keçmişdilər. Ağır döyüşlər gedirdi, itkilərimiz də vardır. Avqust ayında yazı düzündə gedən döyüşlərin birində mən də vətən yolunda torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim.